Azərbaycanın ən qədim şəhərlərindən biri Gəncə barədə bir sujet. Bu şəhər abidələri, məhəllələri və onların özünə məxsus tarixi ilə fərqlənir. Saysız hesabsız sənət nümunələri və sənətkarlar şəhərin tarixindən xəbər verir. Bu tarixin ən maraqlı məqamları şəhərdəki qədim məhəllələrlə bağlıdır. Şəhərin əhalisi artdıqca, ərazisi böyüdükcə məhəllələrin sayı da artıb. 100-dən artıq sənət nümunələrinin adı ilə tanınan məhəllələrdən bəziləri varlıqlarını bugünümüzədək qoruyub saxlayıblar. Zamanın süzgəcindən keçərək gələn, fərqli hekayələri olan Gəncə məhəllələrindən bir neçəsi haqqında Ruhəngiz Hacızadə danışacaq. Deyilənlərə görə vaxtı ilə Gəncədə 100-dən artıq məhəllə olub. Hər birinin öz unikal adı olan bu məhəllələrdən bəziləri bugünümüzə də gəlib çatıb. Qədim məhəllələrin çoxu adını orada yaşayan sənətkarlardan alıb. Məsələn, Aşıqlar məhəlləsi kimi. Bu məhəllə indiki Mikail Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayır, Şərəfxanlı küçəsinin kəsişməsində qurtarır. Burada Aşıq İbrahim, Aşıq Qara, Aşıq Zeynal, Aşıq Ağarıza kimi məşhur saz ustadları yaşayıb. Ancaq məhəllə bu adı almazdan əvvəl iki fərqli adla anılıb. O küçə vaxtı ilə hələ Ziyadoğulların yaşadığı o iç qala ki var idi, o əraziyə daxil olanda ona qala deyildi. Sonra da 1895-ci il orada Çar Rusiyası bir həbsxana tikdi. O həbsxanaya da yenə Qala məhəllə küçəsində, məhəlləsində yerləşirdi. O qala adı da qaldı. Sonra bura gəldi, Toğanadan Aşıqlar gəldi. Oranın əhalisi çox olduğuna görə bura Toğana da deyildi. Məhəllənin yaşlı sakinləri bugün də o sazlı sözlü aşıqları xatırlayırlar. 6-7 aşıq olub bu küçədə. Hamısı da yaş aşıqlar olub. Qaraçoğlu Aşıq İrvan, sonra Aşıq Murad, sonra Aşıq Zeynal, Aşıq Həsən. Qaraçıoğlu Aşıq İbrahim, əslində isə Qaraca oğlan İbrahim bu evdə yaşayıb yaradıb. Aşığın özünün və oğlunun gəlinləri deyirlər ki, bu küçədə yaşayan aşıqların əksəriyyəti onun şagirdi olublar. 110 yaşında vəfat edən Aşıq İbrahimin 1929-cu ildə 1000 manat qızıl pulu aldığı sazını gəlinləri bugün də göz bəbəkləri kimi qoruyurlar. Məclis qurulurdu. Dastanlar başlayanda barmağını kəsən xəbərin olmazdı, dastan. Elə olubdu, məsələn, mənim qaynatam Aşıq İbrahim neçə aşığın sazını əlimdən alıb, deyişməklə ona üstün gəlir. Aşıq Ələsgər var, Aşıq Ələsgər. Onunla bir yerdə, Xaşbulaqda, onun Dəlalının oğlunun toyunu Aşıq İbrahim eləyir. O oxumayıb, savad olmayıb, amma çox gözəl şeirlər yazıb. Hər şair o şeirləri, o qafiyələri düzüb qoşa bilməz. Ancaq o qədər oxumasa da savadlı insan olub. Şahsevənlər məhəlləsinə bugünkü Mikail Müşfiq, Ordubadi küçəsinin bir hissəsi, Şahsevənlər, Cavad xan və Nizami prospektinin bəzi dalanları daxildir. Gəncə şəhərinin qərb hissəsində 17-ci əsrdə salınıb. Şah İsmailin hakimiyyəti illərində ona ən sadiq olan əskərlərinə Şahsevənlər deyərlərmiş. 16-17-ci əsrdə Şahsevənlər müxtəlif tayfa üzvləri olub, 1-ci Şah Abbasa xidmət edirdilər. Elə həmin şahın dövründə onların bir hissəsi Gəncə Qarabağ bəylərbəyi ərazisinə köçürülür. Ağcabədi, Şuşa, Gəncə və Beyləqanda məskunlaşırlar. 1870-75-ci illərdə məhəllə sakinləri öz hesablarına məscid inşa etdirdilər. Şahsevənlər adı verilən bu məsciddə qadınlar üçün giriş qərbdən, kişilər üçünsə şimaldan idi. Məscidin damına çıxıb azan vermək üçün pilləkən də inşa olunmuşdu. Mahrasa bağı isə Gəncənin ən böyük məhəlləsi hesab edilir. Ərazisi quzeydən Cəfər Cabbarlı, Günçxandan Təbriz, güneydən Cavad bəy Rəfibəyli, Günbatandan Rustaveli və Eminbəyli küçələri ilə əhatə olunub. Mahrasa bağının əvvəllər mədrəsə bağı adlandırıldığını iddia edənlər də var. Mədrəsə isə üzüm sortunun adıdır. 1932-ci ildən sonra Mahrasa bağı Stalin adına kolxozun əkin yeri olub. Həmin dövrdə orada üzüm bağı salınıb. Ancaq Mahrasa sözünün mənbəyi nəzər yetirsək, onun Ayevi anlamını verən Mahsaray sözündən yarandığını güman eləmək olar. Bu fikri aya sitayiş edənlərin tarixən Azərbaycanın bir çox şəhərlərində yaşaması da sübut edir. Onlar hündür yerlərdə məbəd tikərdilər və orada olan kahinlər dolanışıqlarını meyvə bağlarından çıxarardılar. Bugünkü gün Gəncədə o məbədin özünün harada yerləşməsi bilinmir, amma məbədin bağ yeri məlumdur. Mah İran dilli xalqlarda mah aydır, mah saray, ay saray, yəni ay evi bağı.
O Ay evi məbədinin bağ yeri Mahrasa bağı adlandırdığımız yerdir. Gəncənin daha bir məşhur məhəlləsi Şahsevənlər məhəlləsinin şimal-qərbində yerləşən Qaraçılar məhəlləsidir. Tarixçi Namlet Allahverdiyev Gəncə məhəllələri adlı kitabında yazır ki, 1952-ci ildə SSR Ali Sovetinin sədri Varaşılov səyyar həyat tərzi keçirən qaraçıların oturaq həyat qurması, fabrik və zavodlarda işləməsi üçün onlara maddi yardım və torpaq sahələrinin ayrılması haqqında qərar verir. Azərbaycanın hər yerində, o cümlədən Gəncənin şimal-qərbində onlar üçün boş torpaq sahələri ayrılır və yeni küçələr salınır. Beləliklə, qaraçılar Gəncənin Aslanbəy Səfi Kürdlü küçəsinin və Nizami Gəncəvi prospektinin müxtəlif dölmələrində məskunlaşırlar. 50-ci illərdən sonra Samuqdan Gəncəyə köçən Müxək Binnətov bu məhəllə haqqında belə xatırlayır. Biz soruşurduq ki, burada kim olub, burada kimdir? Dedilər ki, bura şahsevənlərdir, bu tərəfdə qaraçılar olub. Onlar da məskunlaşdılar, iş getmədilər, qaldılar. Onların sonra təhsil az hissələri getdi arasa. Qalanları burada ailə qurdu, ev aldı. Deyilənə görə keçmişdə qaraçı kişilər heç yerdə işləməzdilər. Xoruz döyüşdürər, it dalaşdırar, ay oynadardılar. Pullarını da elə bu yolla qazanardılar. Ailəni isə əsasən qadınlar dolandırardılar. Falçılıq, çöpçülük, sınıqçılıqla. İndi bu məhəllədə yaşayanlar onların qaraçı olmadıqlarını, bu sözün başqa tarixi olduğunu bildirirlər. Tövfə Kərimova nənəsinin ona danışdıqlarını xatırlayıb deyir ki, ata-babaları Gəncəyə İrəvanın kəndlərindən erməni zülmündən can qurtarmaq üçün pənah gətiriblər. Düzəngahda bu ilanların olduğu yerdə çadır qurub qalıblar. 1 nəfər, 5 nəfər, kimin indi qaçıb gəlib, yeri yoxdur gəlib. O zamandan buranın adı qalıb qaraçılar. Yəni qaraçı ilə heç bir aidiyyatı yoxdur. Çadır qurub, heç bir şey yoxdur, bir əşya yox, bir şey yox. Belə də bir qaraçı kimi deyim, həyat keçiriblər bir müddət. Adını çəkdiyimiz çöpçülük, tikə ötürmək kimi məşğuliyyətlər məhəllə sakinləri tərəfindən bugün də yaşadılır. Tək çöpçü tikəçi deyil. Yəni sınığa da baxırıq, çıxıqdır, sınıqdır, göbək düşməkdir. Öz bacardığımızı eləyirik. Yəni biz doktorun işinə qarışa bilmərik. Məhəllənin tarixi isə yüzilliklərlə ölçülür. Bunu ərazidəki bəzi abidələr də sübut edir. 1804-cü ildə Ruslar Gəncəni işğal edəndən sonra Qaraçılar məhəlləsi adlandırdığımız bu ərazidə hərbi düşərgə saldılar. Əskərlər və onların ailə üzvləri üçün kilsə də tikildi. Yəni, qarşısında dayandığımız bu tikilinin 200 ildən artıq yaşı var. Həmin illərdə bu ərazidə qəbirstanlıq da salınmışdı. 1906-cı ildə ləğv edilən məzarlıqdan geriyə qalan Yakov Kiriloviç adlı şəxsə məxsus bu qəbirdaşıdır. Burada yaşayanlar qazıntı işləri zamanı ərazidən insan sümükləri tapıldığını deyirlər. Ancaq indi onları tikilinin tarixindən çox onun qəzalı vəziyyətdə olması narahat eləyir. 15 ildir biz burada yaşayırıq. Biz gələndən mən buranı belə görmüşəm. Uşaqlar oynayır, ona görə qorxuruq ki, uşaq orada oynamasın. Uçur, tökülür, külək olanda, yağış yağanda daşları uçur, tökülür. Qədimliyi ilə seçilən məhəllələrdən biri də Tuğçulardır. Yəni el dilində desək toyuqçular. Əslində məhəllənin adı toyuqçular deyil. Çünki toyuq saxlamaq hər bir məhəllədə olub və məhəllənin adını bununla bağlamaq olmaz. Toyuqçu Tuğ sözünün toyuqçu şəklinə düşməsindən yaranıb. Tuğ 18-ci əsrədək Türk dövlətlərində qədim dövlət rəmzlərindən biri kimi tanınırdı. Onun Gəncə ilə əlaqəsi 1588-ci ilin may ayında Osmanlı Sultanının Gəncədə qala tikdirməsi zamanı yaranıb. Fərhad Paşa bir qala tikdi, parkın yanındakı qalanı. Ora Fərhad Paşa qalası deyilir. O qalanı tikəndə, o qalanın ətrafında 5000-ə qədər Türk əskəri orada qarol çəkirdi. Demək, onlar şəhərə gələn şəhərin kənarındadır, həm də ora müşahidə məntəqəsi idi. O zaman orada olan əskərlərin, demək, hərbi hissənin tuğu saxlanırdı, o da tuğ at quyruğundan hazırlanırdı. Güman edilir ki, döyüşdə qəhrəmanlıq göstərən əskər Tuğçu bu məhəllədə yaşayıb. Elə onun şərəfinə də məhəllə Tuğçu adlanıb. Bu məhəllə Nizami prospektinin Atatürk prospekti ilə kəsişməsindən başlayır, Şəddadilər küçəsi ilə kəsişməsində qurtarır. 1916-cı ilin məlumatlarına görə məhəllədə 960 ailə olub. Məhəllə sakinləri papaqçılıq, dərzilik, tacirliklə məşğul olublar. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində isə bura ziyalılar məhəlləsi kimi tanınıb.
Vağzalaltı məhəlləsi və ya əhalinin dəmir yolunun altı adlandırdığı məhəllə Bakı-Tiflis dəmir yolu xəttinin sağ hissəsində yerləşir. Burada yaşayanların əksəriyyəti Qərbi Azərbaycandan gələnlərdir. 1905-6-cı illərdə ermənilər İrəvan mahalında müsəlmanlara qarşı qırğınlar törədəndə əlacsız qalan insanlar Gəncəyə pənah gətirdilər. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti gələnlərin dəmir yolu vağzalının altındakı ərazidə yerləşdirilməsinə kömək etdi. Daha sonra 1918-20-ci illərdə, həmçinin 2-ci Dünya Müharibəsi illərində Qərbi Azərbaycandan gələnlərin əksəriyyəti də burada məskunlaşdılar. Məhəllədə su olmadığı üçün sakinlər suyu dəmir yolundan gətirirdilər. Bunun üçünsə ərazidə dayanan qatarların altından keçmək lazım gəlirdi ki, bu da bəzən insanların həyatı bahasına başa gəlirdi. Mənim ana babam Məşədi Həsən o vaxt ki, partiya rəhbərlərindən, dövlət rəhbərlərindən təkidlə tələb edir ki, dəmir yolunun altındakı məskunlaşmış qaçqınların vəziyyəti çox ağırdır. Hətta adi bir körpü də yoxdur ki, qız gəlin körpü ilə keçsin, gəlsin, qatarların altından gedib gəlmək bunlara tez-tez faizlərə səbəb olurdu. Deyir ki, indi də bəzi Sovet idarələrinə gedib şikayət bildirəndə özlərini çarın jandarm idarəsi kimi aparırlar. İşitmək istəmirlər, xalqın taleyi ilə maraqlanmırlar, biganəlik göstərirlər. Elə bu sözün üstündə məhəllə sakini Məşədi Həsən Özbəkistana 2 illik sürgünə göndərilir. Ağır şərtlər altında orada da dünyasını dəyişir. Vağzalla məhəllə arasında körpü isə nəhayət ki 1950-ci ildə tikilir. 66 il sakinlərin istifadə etdiyi bu keçid indi demək olar ki, həm də keçmişimizlə bugünümüz arasında bir körpüdür. Əslində isə bu qədim məhəllələrin hər biri körpüdür. Mənəvi dəyərlərimizi bugünümüzə gətirən körpülər. Keçmişimizlə, kökümüzlə əlaqəni itirməmək üçün bu qədim küçələri, köhnə məhəllələri qorumalıyıq. Qorumalıyıq ki, gələcəyə daha inamla gedə bilək. Rühəngiz Hacızadə, Ramil İmranoğlu, xüsusi olaraq bu həftə üçün.